Salam uşaqlar, bugün güvən birinci qruplar üçün sınaqlar toplusundan sınaq 1-in izahını verəcəm. Sınağın izahına keçməzdən əvvəl onlayn dərslər barədə məlumat verim. Deməli, 9-11-ci siniflər üçün hazırlıqlar avqustun 1-dən etibarən başlayacaq. Bununla yanaşı yay qrupları da mövcuddur. İyunun 1-dən etibarən yay qrupları üçün dərslər başlayacaq. Əgər dərslərə qoşulmaq istəyirsinizsə, qeyd edilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sınağın izahına. Birinci sualda nə deyir bizə? Bizə 4 rəqəmli ədəd verilib və deyir ki, bu ədəd 4 tam bölünür. A neçə fərqli qiymət ala bilər? Biz bilməliyik ki, əgər ədəd 4-ə bölünürsə, yəni 4-ə bölünmə əlamətini bilməliyik. Son 2 rəqəmi ya 0 olmalıdır, ya da son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. İndi bizdə son 2 rəqəminə baxacağıq burada. A-nın yerində hansı rəqəmlər ola bilər? A-nın yerinə biz 0 qoysaq, 0, 4. Bu şəkildə olacaq son 2 rəqəmimiz. Bu 4-ə bölünürmü? Bölünür. Sonra A-nın yerinə 1 qoya bilərikmi? Qoya bilmərik. Çünki 14 4-ə bölünməyəcək. Sonra A-nın yerinə 2 qoya bilərikmi? Qoya bilərik. Çünki 24 4-ə bölünür. Deməli, bunu da qeyd edək. A-nın yerinə 2 qoyduq. Sonra A-nın yerinə 3 qoya bilmərik. Çünki 34 olacaq və 34 4-ə bölünmür. A-nın yerinə 4 qoysaq 44 əmələ gələcək. 44 deməli 4-ə bölünür. 5 qoysaq bölünməyəcək. 6 qoysaq bölünəcək A-nın yerinə. Sonra 7 qoysaq bölünməyəcək. 8 qoysaq bölünəcək. 9 qoysaq bölünməyəcək və 9-dan o tərəfə də başqa rəqəm yoxdur. A-nın yerinə qoyula biləcək rəqəmlər bunlardır. Bizdə deyir ki, A neçə fərqli qiymət ala bilər? 1, 2, 3, 4, 5. Cavab olacaq burada C bəndi. İndi isə ikinci suala keçək. Satıcı 500 manata aldığı məhsulu 625 manata satarsa, bu satışdan neçə faiz gəlir əldə edə bilər? Sizdə bunu müxtəlif üsulla həll etmək olar. Mən 2 yolu deyəcəm. Birinci yol nədir? Alınan məhsul, yəni qiymət, əvvəlki qiymətimiz, bizim əvvəlki qiymətimiz 500 manatdır. Biz bunu 100% qəbul edəcəyik. Sonra məhsulun qiyməti oldu 625 manat. Bunda x faiz qəbul edəcəyik. Çarpaz vururuq burada. Deməli, 500-ü vuracam x-a. Bərabərdir. 625-i də vuracam 100-ə. Hər tərəfi bölürəm 500-ə. Yəni, hər tərəfi 500-ə ixtisar aparırıq. Burada 500-lər getdi, x qaldı. Sağ tərəfdə sıfırlar getdi. 625-lə də 5 hər ikisi 5-ə gedəndə aşağıda 1 qalacaq. Yuxarıda 625-i 5-ə böləndə 125 qalacaq. X bərabər oldu 125-ə. Deməli, əvvəl malın qiyməti 100% idi. Sonra oldu 125%. 100-dən 125-ə nə qədər artıb? 25% artıb. Yəni, 25% gəlir əldə olunub. 25% gəlir əldə olunub. Qısa yolu isə nədir? Yəni, belə tənasüblə getməyək. Qısa yol 500-dən 625 manata artıb. Deməli, yuxarıda bunların fərqini yazacaq. Yəni, 625 çıxılsın 500. Məxrəcə isə əvvəlki qiyməti yazacaq. Və vuracaq 100%-ə. Bərabərdir. Yuxarıda 125 eləyir. Aşağıda 500 eləyir. Vurulsun 100. Bunlar ixtisar gedir 0-a. 125-i də 5-ə böləndə 25%. Belə. İndi isə keçək 3-cü suala. X, Y, Z natural ədədlərdir. A bərabərdir 5x üstəgəl 1 bərabərdir 6y üstəgəl 1 bərabərdir 7z üstəgəl 1 olarsa, A ən azı neçə ola bilər? İlk öncə mən hər tərəfdən 1 çıxacam. Olacaq açıq 1 bərabərdir. Buradan 1-in çıxsam 5x qalacaq.
Buradan 1'ini çıxsam 6y qalacaq. Buradan 1'ini çıxsam 7z qalacaq. Görürük ki, burada A çıxılsın 1, A çıxılsın 1, bir dəfə 5x-ə bərabərdir, həm 6y-ə bərabərdir, həm də 7z-ə bərabərdir. Nə deməkdir bu? Məsələn, ayrı-ayrı yazsam, A çıx 1 bərabərdir 5x-ə. Bu o deməkdir ki, hər tərəf 5-ə bölünür. Yəni, A çıx 1 də 5-ə bölünür, 5x də 5-ə bölünür. Sonra A çıx 1-i mən 6y-ə bərabər etsəm, o deməkdir ki, hər ikisi 6-ya bölünür. A çıx 1-i 7z-ə bərabər edəndə də görünür ki, hər tərəf 7-yə bölünür. Yəni, bundan belə bir şey başa düşdük ki, biz A çıxılsın 1 həm 5-ə bölünür, həm 6-ya bölünür, həm də 7-yə bölünür. Həm 5-ə, həm 6-ya, həm 7-yə bölünür. Və bizdən ən az neçə soruşur? Ən azı soruşur bizdən. Bu bizə nəyi xatırladır? Əkubu xatırladır. Yəni, biz ən kiçik ortaq bölünəni tapmalıyıq. Gəlin tapaq. Deməli, həmin ədəd 5-ə bölünür, 6-ya bölünür, 7-yə bölünür. Yazaq, əkub 5, 6, 7. Uşaqlar, bunlar üçü də qarşılıqlı sadə ədədlər olduğuna görə, qarşılıqlı sadə ədədlərin əkubu elə onların hasilinə bərabər olur. Yəni, elə bu bərabərdir 5 vurulsun 6 vurulsun 7-yə. Bu da eləyəcək 5 6-ya vuranda 30, onu da 7-yə vuranda 210. Deməli, bu ədədimiz açıq bir ədədimiz. Ən azı 210 ola bilər. Buradan da bizə A-nı tapmaq lazımdır. A da bərabərdir. Bu mənfi 1-i o biri tərəfə keçirəndə 210-un üstünə 1 gəlirik. O da eləyir 211. Doğru cavab D bəndidir. İndi isə 4-cü suala baxaq. Şua açıq bucağı fərqi 54 dərəcə olan iki bucağa ayırır. Alınan bucaqlardan kiçiyini tapın. Açıq bucağı çəkirik və bir dənə də şua çəkirik. Bura olsun x, bura olsun y. Ya da yerlərini dəyişək. Bura x deyək, bura y deyək. Fərqi yoxdur. Deyir, bunların fərqi 54 dərəcədir. Yəni, x çıxılsın y bərabərdir 54 dərəcəyə. Və plusdakı bunların cəmi, yəni x üstəgəl y bərabər olmalıdır 180 dərəcə. Çünki açıq bucaqdır. Açıq bucaq 180 dərəcə olur. Bunu bir sistemə alsaq, tərəf-tərəfə toplasaq biz bunları, x-la x-i toplayanda eləyir 2x. Bunlar islah gedəcək, yəni mənfi y ilə y toplayanda 0 eləyir. Sağ tərəfdə isə 54 ilə 180-i toplayanda eləyəcək 234 dərəcə. Buradan da x bərabərdir 234-ü bölürük 2-yə. Bu da eləyir 117 dərəcə. Bu x-dir. Bizdən alınan bucaqlardan kiçiyini soruşur. Bir bucağı x-i tapdıq 117. Bunu silim. X 117-dirsə, y nəyə bərabər olacaq? 180 çıxılsın 117. Bu da eləyir 63 dərəcə. Y-in də qiyməti 63 dərəcədir. Bizdən kiçiyini soruşur. Ona görə də 63-ü götürəcəyik cavab. Böyüyünü sorursaydı 117. İndi isə keçək 5-ci sual. Sinifdə ingilis və ya alman dillərindən ən azı birini bilən 35 şagird vardır. İngilis dilini bilənlərin sayı alman dilini bilənlərin sayının 3 misli və hər iki dili bilənlərin sayının 6 mislidir. Sinifdə ingilis dilini bilənlər neçə nəfərdir? Yenidən birinci cümləni oxuyaq. Sinifdə ingilis və ya alman dillərindən ən az birini bilən 35 şagird vardır. Ümumiyyətlə, bu çoxluqlar mövzusuna aiddir. Düsturu bilməlisiniz ki, indi burada alman və ingilis dilindən söhbət gedir. Mən baş hərflərlə işarə edəcəm. İngilis və alman dillərinin birləşməsi bərabərdir n ingilis dilini bilənlərin sayı üstəyə gəl n alman dilini bilənlərin sayı çıxılsın bunların kəsişməsi. Yəni n ingilislə alman dilini bilənlərin sayı kəsişməsi. Bu bizim düsturumuzdur. İndi verilənləri burada yerinə qoyacağıq.
Deyir ki, İngilis və ya Alman dillərindən ən azı birini bilən 35 şagird var. Yəni, bu 35 şagirdin hamısı dil bilir. Yəni, arasından yalnız İngilis dilini bilənlər də var, yalnız Alman dilini bilənlər də var və yaxud da hər iki dili bilənlər də var. Yəni, bu 35 nəfər bizim birləşməmizdir. Deməli, N İngilislə Alman dilini birləşməsi 35-ə bərabərdir. Sonra İngilis dilini bilənlərin sayı Alman dilini bilənlərin sayının 3 mislidir. Deməli, N İngilis qeyd edim ilk öncə, N Alman dili. Deyir ki, İngilis Almanın 3 mislidir. Yəni, mən Alman dilini bilənlərin sayına x desəm, N-aya x desəm, N-i də olacaq 3x. Sonra deyir, İngilis dilini bilənlərin sayı hər iki dili bilənlərin sayının 6 mislidir. Hər iki dili bilənlərin sayı uşaqlar kəsişməni nəzərdə tutur. Yəni, kəsişməsi hər iki dili bilənlərin sayıdır. N, İngilis, kəsişmə A, Alman dili. Yəni, bərabərdir. Deyir ki, burada İngilis dilini bilənlərin sayı hər iki dili bilənlərin sayından 6 dəfə çoxdur. Mən artıq buna 3x yazdığıma görə, yəni, bax, bundan, buradakı ədəddən 6 dəfə çoxdur. İndi mən burada belə yazmalıyam. Demək, hər iki dili bilənlər İngilis dili bilənlərdən 6 dəfə azdır. Yəni, 3x bölünsün 6. 6 dəfə az deyəndə bölürük. Buradan da 3-ə ixtisar gedir. 2-də 1, x. Bu da 0,5x deməkdir. Yəni, İngilis və Alman dilini bilənlərin sayı olacaq 0,5x. İndi verilənləri aparırıq, yuxarıda yerinə qoyacaq. Demək, birləşmənin yerinə qoyuram 35 bərabərdir. N-i-nin yerinə qoyuram 3x. Üstə gəlinsin. N-a-nın yerinə qoyuram x. Çıxılsın. Kəsişməni də yerinə qoyuram 0,5x. Buranı silim. Deməli, 35 bərabər olacaq. 3x-in üstünə 1x gələndə 4x edir. 4x-dən də 0,5x-in çıxanda 3,5x edir. Buradan da x bərabərdir. 35-i bölürəm 3,5-ə. 35-i 3,5-ə böləndə də 10 edir. Demək, x-i tapdıq 10. Bizdən nə soruşur? Sinifdə İngilis dilini bilənlərin sayı neçə nəfərdir? Yəni, burada 3x-də 3 vurulsun, x-in yerinə 10 qoyuram. O da eləyəcək 30. Cavabımız olacaq 30 Y bəndi. İndi isə növbəti neçənci sualdır bu? 6-cı sual. Bizə N, B ilə A-nın fərqini verib 7. Bu elementlərin sayıdır. A çoxluğunun elementlərinin sayında 8 verib. Bizdən A ilə B birləşməsindən əmələ gələn elementlərin sayını soruşur. Yəni, bura N əlavə edək. Biz birləşmədən əmələ gələn elementlərin sayını tapmalıyıq. Buna Euler-Venn diaqramının köməyi ilə deyəcəm. İlk öncə 2 dənə dairə çəkdik. Bu olsun A çoxluğu, bu olsun B çoxluğu. Deməli, verilənləri qeyd edək. B çıxılsın A. B çıxılsın A haranı göstərir bizə? Bunu rəngləyim. Baxın buranı. Bura B çıxılsın A-dır. Bu sarı rənglədim. Buraya yazaq elementlərin sayı 7. Sonra A çoxluğunun elementlərinin sayı isə verib 8. Yəni, bax, bura bütöv 8-dir. Rəngləyəcəm. Mən başqa rəngləyim. Biraz böyle oldu. Yəni, bu qırmızı rənglədiyim isə A çoxluğunda olan elementlərdir. Bunu da yazım 8. Biraz böyük yazdım. İndi bizdən birləşməni istəyir. Birləşmə, yəni bütöv bu iki çevrə, iki dairədəkilər söhbət gedir. İki dairədəkilərdən söhbət gedir. Yəni, qırmızı rənglədiyim, bir də sarı rənglədiyim
ümumi toplasaq nə qədər eləyəcək? Qırmızı rənglədiyimdə 8 dənə element var, sarı rənglədiyimdə 7 dənə element var. Toplayanda 15 dənə element var. Deməli, birləşməmiz olacaq 8 + 7 15. C bəndi. Növbəti 7-ci suala baxaq. Satıcı birini 30 qəpiyə aldığı yumurtaların 20%-ni daşınma zamanı qırmışdır. Satıcı qalan yumurtaların hər birini 60 qəpiyə satarsa, bu ticarətdən neçə faiz gəlir əldə edər? Baxın, bizə sadəcə bir yumurtanın qiymətini verib 30 qəpik. Yumurtaların sayı verilməyib. Gəlin yumurtaların sayını 100 götürək, daha rahat hesablamaq üçün. Yumurtaların sayı olsun 100. Birinin qiyməti 30 qəpikdirsə, hərəsini 30 qəpikdən 100 dənəsinin qiyməti nə qədər olacaq? Buraya yazaq qiymət. 100 dənəsinin qiyməti də 30 vurulsun 100. Yəni 30 qəpik vurulsun 100. Bu da eləyəcək 3000 qəpik. Uşaqlar, 3000 qəpikdəki bilirik ki 30 manat deməkdir. Yəni 1 manat 100 qəpikdirsə, bunu 100-ə bölərik. 30 manat deməkdir. 30 manat. Aha. Deyir, 20%-ni daşınma zamanı qırmışdır. Yaxşı. 20% qırılıb. Yəni, bizim yumurtaların sayı 100-dür. 20% gedib, ziyana gedib, qırılıb. 100-ün 20% ilə 20 edir. Yəni, belə çıxır ki, 20 dənə yumurta qırılıb. Onda bu əvvəlkidir, bu. Xətt çəkin burada. Onda yumurtaların sayı nə qədər olacaq sonra? 80 dənə. 20 dənəsi qırılıbsa, yumurtaların sayı 80 olacaq. Sonra deyir ki, satıcı bu qalan yumurtaların hər birini 60 qəpiyə satıb. Onda qiymətini tapaq. Nə qədər burada qazanıb? Qiymət. Biri 60 qəpikdirsə, 80 dənəsini tapmaq üçünsə 80-i vuraram 60-a. O da eləyəcək 4800 qəpik. Bu da 48 manat deməkdir. Bu ticarətdən neçə faiz gəlir əldə edər? Əvvəlki qiyməti oldu 30 manat, sonra oldu 48 manat. Neçə faiz gəlir əldə edər? Bu zaman nə edəcəyik? Qiymətlər fərqini, yəni 48 çıxılsın 30-u böləcəm əvvəlki qiymətə, yəni 30-a və vuracam 100%. Bu bizim düsturumuzdur. Yəni neçə faiz gəlir əldə etdiyini tapmaq üçün qiymətlər sonrakı qiymətdən əvvəlki qiyməti çıxırıq. Gəlir olanda sonrakı qiymət daha çox olur. Ona görə sonrakı qiymətdən əvvəlki qiyməti çıxırıq. Bölürük əvvəlki qiymətə, vururuq 100%-ə. Bərabərdir. 48-dən 30 çıxanda 18 eləyir. Məxrəc 30 qalsın, vurulsun 100%. Burada sıfırlar ixtisar getdi. 18-dən də 3 ixtisar getdi. Burada 1, burada 6. Qaldı nə? 6 vurulsun 10. Bu da eləyəcək 60%. Deməli, 60% gəlir əldə edər. Əgər düstur yadınızda qalmırsa, bunu tənasüblə də edə bilərsiniz uşaqlar. Onu da deyim. Deməli, bizim əvvəlki qiymətimiz 30 manatdır. Bunu 100% qəbul edirik. Sonrakı qiymətimiz 48 manatdır. Bunu da x% qəbul edirik. Buradan tənasüblə x-i tapsanız, uşaqlar, x-i 160 alacaqsınız. Deməli, əvvəl 100% idi. Sonra olub 160%. Nə qədər artıb? 60%. Y bəndi. 8-ci sualda kəsrlər verilib. A-nı 3-də 2 verib. Sonra B-ni 7-də 5 verib. C-ni də 21-də 13 verib. Deyir ki, müqayisə edin. Mən bunların hamısının məxrəcini 21-ə gətirə bilərəm. Çünki görürəm ki, hamısı 21-ə gətirmək olur da. Bunu gərək 7-yə vuram. Olacaq, demək, aşağını 7-yə vursam 21, yuxarını vursam 14. Bunu da 3-ə vuram. Aşağı olacaq 21, yuxarı olacaq 15. Üçüncüdə olduğu kimi saxlayırıq. Onun da məxrəci 21-dir. İndi məxrəclər eyni oldu. Üçün də məxrəcini bərabərləşdirdim. Məxrəclər eyni olanda sürətlərə görə müqayisə edirdik. Sürəti hansı böyükdürsə, həmin kəsir böyük olurdu. İndi baxıram burada 14-dür bunun sürəti, bunun sürəti 15-dir, bunun sürəti 13-dür. Hansı böyükdür?
bu. Yəni belə çıxır ki, B ən böyük olacaq. B böyükdür. Sonra bundan sonra hansı gəlir? Bu gəlir. Bu da A-dır. Bizə qaldı C. Doğru cavab olur burada. A bəndi. 9-cu sual. A üstəgəl B-ni verib 135 və əbub AB deyir ki 9-a bərabər olarsa A vurulsun B hasinin ən kiçik qiymətini tapın. A vur B-nin ən kiçik qiymətini tapacaq. Əbub 9-a bərabərdirsə, yəni nə deməkdir bu? Əbub nə deməkdir? Ən böyük ortaq bölən. Yəni bu A ilə B ədədinin ortaq böləni və ən böyük ortaq böləni 9. Yəni bu A və B ədədləri 9-a bölünən ədədlərdir. Əgər A və B ədədləri 9-a bölünürsə, gəlin yerinə qoyaq hansı ədədlər 9-a bölünür və onların cəmi 135-dir. Gəlin ən kiçiyindən başlayaq. Məsələn, A-nı 9 götürürəm. A 9 olarsa B neçə olar? Deməli, 9-un üstünə neçə gələndə 135 eləyir. 127. Daha doğrusu 126. Aha, B də 126 olar. Bunların hər ikisi 9-a bölünürmü? Bu da 9-a bölünür, bu da 9-a bölünür. Aha. Toplayanda da 135 eləyir. Bizə deyir ki, hasili ən kiçik olsun. O biləndə yazın birinci. Sonra 9-dan sonra nə götürə bilərəm A-ya? 18 götürə bilərəm. Ki 9 var idi, artırdım. Bu 18 olarsa B neçə olar? 18-in üstünə neçə gələndə 135 eləyir. Deməli 117. Bu da 117 olacaq. Sonra A-nı 27 götürəcəm. Yəni 9 var idi, artdım. A 27 olarsa B olacaq. Deməli 108. Nəsə bu belə gedəcək. İndi bizdən A vur B-ni soruşur da. İndi burada A ilə B-ni bir-birinə vursam, yəni 9 ilə 126-nı bir-birinə vursam, eləyəcək 1134. Sonra 18 ilə 117-ni bir-birinə vursam, daha böyük ədəd alınacaq. Eləcə də 27 ilə 108-i bir-birinə vursam, daha böyük, bundan da böyük ədəd alınacaq. Bizdən onsuz da burada ən kiçiyini soruşur. Yəni burada ən kiçiyi olacaq 1134. Doğru cavab B bəndidir. Sonra 10-cu sual. 10-cu sual sadədir. 3-də 1 çıxılsın 9-da 1, üstə gəlinsin 27-də 1. Bunların ortaq məxrəci belə çıxa bilmirik. Ortaq məxrəcə gətirməliyik və ortaq məxrəci burada, ən böyük burada hansıdır? 27-dir. 27 3-ə də bölünür, 9-a da bölünür. Deməli, bunların ortaq məxrəci 27 olacaq. Hamısını 27-yə gətirəcəm. Bunu 27-yə gətirmək üçün 9-a vuraram. Bunu 27-yə gətirmək üçün 3-ə vuraram. O birisi isə olduğu kimi qalacaq. Deməli, bu olacaq 27-də 9 çıxılsın. İkinci kəsrimiz olacaq 3-ə vursaq 27-də 3. Üçüncü kəsrdə olduğu kimi saxlayıram. Bu da bərabərdir. Məxrəclər olduğu kimi qalır. Sürətləri çıxıram. 9 çıx 3 üstəgəl 1 bərabərdir. Məxrəci olduğu kimi saxlayıram. 9-dan 3 6, 6-nın da üstünə 1 gələndə 7. Cavab olacaq 27-də 7. Y bəndi. 11-ci sual. Məftilin ucundan onun uzunluğunun 8-də 1-i kəsilərsə, məftilin orta nöqtəsi 4 cm yerini dəyişər. Məftilin ilkin uzunluğu nə qədərdir? Deməli, bu bizim olsun məftilimiz. Orta nöqtəsi də buradır. Yəni, orta nöqtəsi nədir? Mən məftilin uzunluğunu bilmirəm. Məftilin uzunluğuna bir x desəm, məftilin uzunluğu. Orta nöqtəsi də məftilin ortası. X bölü 2 olacaq. Bu əvvəlki məftildir. Sonra deyir ki, məftilin 8-də 1-ini kəsiblər. Ta ki 8-də 1-ini kəsdim. 8-də 1. Bu isə 8-də 1 x-dir. 8-də 1-ini kəsdimsə, bu yerdə qalan nə qədər olacaq? Ümumi x idi. X-dan 8-də 1-ini çıxacam. Çıxaq, x çıxılsın 8-də 1 x. Deməli, mən x-i yazacam 8-də 8x kimi. Çıxılsın 8-də 1 x. Bu
Bu da eləyir 8-də 7x. Deməli, burada qalan uzunluğumuz bir dəqiqə. Burada qalan uzunluğumuz olur 8-də 7x. Yəni, sonraki məftilin uzunluğu, bu əvvəlki məftilin uzunluğu idi. Sonraki məftilin uzunluğu olacaq 8-də 7x. Deyir ki, məftilin orta nöqtəsi 4 sm yerini dəyişir. Təbii ki də orta nöqtə yerini dəyişəcəkdir. Bu sonraki məftilin uzunluğudur. Orta nöqtə daha yerini dəyişəcək. Ta ki, gələcək, bax, bura. Əvvəl burada idi, indi olacaq burada. Deyir 4 sm yerini dəyişib. Yəni, buradan bura kimi məsafə 4 sm-dir. 4 sm yerini dəyişib. İndi biz burada tənliyimizi qurmalıyıq. Mən bunu silim. Deməli, məftilin uzunluğu, hal-hazırda məftilin uzunluğu 8-də 7x-dir. Və bunun orta nöqtəsi, yəni bu məftilin ortasını tapaq da, bu nöqtəni tapaq. 8-də 7x-i bölməliyəm 2-yə. 8-də 7x-i bölürəm 2-yə. Bu eləyir 8-də 7x vurulsun, tərsinə vuracam 2-də 1-ə. Bu da eləyəcək, məxrəcə vuranda 16, sürət isə olduğu kimi qalsın. 7x-i 1-ə vuranda elə 7x eləyir. Yəni, orta nöqtəsi olur 16-da 7x. Veriləni yazaq bura. Yəni, buranı tapdıq 16-da 7. 8-də 7x bu məftilin bütöv uzunluğudur ya. Bunu qarışdırmayın. Bunu silək. Deməli, orta nöqtəni tapdıq 16-da 7x. Və buradakı orta nöqtəmiz bu əvvəlki məftilin orta nöqtəsi idi. Bunda biz 2-də 1x tapmışdıq. Onu da qeyd edək. 2-də 1x. İndi birdən bunların hamısını silim. Əsas orta nöqtələri tapdıq. Deməli, əvvəlki orta nöqtəmiz 2-də 1x idi. Sonra oldu 16-da 7x. Yəni, və bu 4 sm sürüşüb. Yəni, 2-də 1x-dan çıxıram 4-ün. Bərabər olur sonraki məftilin orta nöqtəsi. Yəni, 16-da 7x. İndi burada 16-da 7x-i keçirəm bura. Olacaq 2-də 1x çıxılsın 16-da 7x. Bərabərdir. Mənfi 4-də o bir tərəfə keçirəndə müsbət 4 olacaq. Ortaq məxrəcə gətirəndə bunu 8-ə vurmalıyıq. Məxrəcin 16 olması üçün. Olacaq bu 16-da 8x çıxılsın 16-da 7x bərabərdir 4-ə. 8x-dən 7x çıxanda 1x eləyir. Yəni, 16-da x bərabərdir 4-ə. Bunun məxrəci 1-dir. Çarpaz vuranda, x-i 1-ə vuranda x, 16-nı 4-ə, 16-nı 4-ə vuranda 64. Bütün məftilin uzunluğunu biz x ilə işarə etmişdik. Tapdıq 64. Bizdən nə soruşurdu? Məftilin ilkin uzunluğu nə qədərdir? Yəni, x-i bizdən soruşulmuş. 64. Doğru cavab A bəndi. 12-ci sual. 9 vurulsun 10 üstü 4 ədədinin natural bölənlərinin sayını tapın. İlk öncə biz bunu sadə vuruqların hasili şəklində göstərməliyik. 9-u yazmalıyıq 3 vurulsun 3 kimi və yaxud da 3-ün kvadratı kimi də yaza bilərik. Yazaq 3-ün kvadratı. Onu mən belə yazacağam. Onu parçalayıram. Onu yazacağam 2 üstü 4 vurulsun 5 üstü 4. Yəni, bunları bir-birinə vuranda 10 üstü 4 edir. Bunu da parçaladıq. Bu artıq oldu sadə vuruqlar. Yəni, 3 də sadədir, 2 də sadədir, 5 də sadədir. Artıq sadə vuruqların hasil şəklində göstərdiksə, indi natural bölənlərin sayını tapa bilərik. Natural bölənlərin sayını tapanda qüvvətlərinin üstünə 1 gəlib, yəni qüvvətlərimiz bunlardır. Bunların üstünə 1 gəlib, bir-birinə vuracaq. 2 üstəgəl 1 vurulsun. 4 üstəgəl 1 vurulsun. 4 üstəgəl 1.
Bu da bərabərdir. 3 vur 5 vur 5. 5'i 5'e vuranda 25, 3'e vuranda da 75. Deməli, natural bölənlərin sayı 75 Y bəndi olacaq. 13-cü sual. 8 işçi gündə 6 saat işləyərək bir işi 24 gündə bitirir. Eyni işin 1/4-ni gündə 8 saat işləyərək 4 günə bitirmək üçün neçə işçi lazımdır? Yəni, bunun hamısını saata çevirir. Deməli, 8 işçi var. Tənasüb quracaq. 8, bura qeyd edək, işçilərin sayı və zaman, saat yazaq. İşçilərin sayı 8-dir və bunlar gündə 8 saat işləyib 24 günə bitirir. Yəni, bir günə 6 saat işləyirsə, 24 günü tapmaq üçün 24 gündə neçə saat işləyib onu tapaq. 24'ü vurarıq 6'ya. Bu da eləyəcək. Deməli, 4, 2 yadda 144. Yəni, ümumi 144 saat işləyiblər. 24 gün 144 saat eləyir. Bunlar işlədiyi zamandır bu. 144 saat. Sonra deyir ki, eyni işin 1/4-ni gündə 8 saat işləyərək 4 günə bitirmək üçün neçə işçi lazımdır? İlk öncə hələ 1/4-ni qoyaq kənara. Hələ tapaq ki, yəni bütöv bunlar işləyiblərsə nə qədər işçi lazımdır? Həmin işçilərin sayını bilmirik. X. Deyir, bunlar isə 8 saat işləyiblər. 4 günə bitiriblər. Yəni, hər gün 8 saat işləyiblərsə, 4'ü vurarıq 8'ə, ümumi 32 saat işləyiblər. İndi burada bunlar düz asılıdırmı, tərs asılıdırmı? Bunu müəyyən edək. İşçilərin sayına uşaqlar zaman tərs asılıdır. Yəni, işçilərin sayını nə qədər çox artırsaq, işi daha tez bitirərlər. Yəni, biri artıb, o biri azalıb. Bu zaman tərs asılıq olur. Tərs asılı olanda da düz vururuq. X-i 32'yə vururuq. Bərabərdir 8'i 144'ə vururuq. Hər tərəfi 32'yə ixtisar aparaq. Bunlar getdi. Burada x qaldı. Burada 8 ilə 32 gedir. Burada 1, burada 4. 144'ü də 4'ə böləndə 36. Cavab tapdıq 36. Demək, işçilərin sayı 36'dır. Amma bu 36 nəfər uşaqlar bütöv işi görür ha. Bizə deyir amma 1/4-ni görsünlər. Yəni 1/4-ni nə qədər işçi görər. Biz onu tapmayıq. Bu tapdığımız cavab bizdən istənilən cavab deyil. Bunları silirəm. Bu 36 nəfər fəhlə bütöv işi görürlər. Yəni həmin o bütöv işi 1 ilə bir kimi götürürəm. Bizdən soruşulan isə 1/4-ni, işin 1/4-ni, yəni 1/4 hissəsini nə qədər işçi görər? Bunu tapmalıyıq. Çarpaz vuracaq. X-i 1'ə vuranda X. 36'nı da vururam 1/4'ə. İxtisar gedir bunlar. Qalır 9. Yəni 1/4-ni isə 9. Yəni bütöv işi 36 nəfər görürsə, 1/4 hissəsini də 9 nəfəri görəcək. D bəndi. Növbəti 14-cü sual. 2x bərabərdir 3y bərabərdir 4z-də. Sonra deyir ki, x da 1, üstə gəlinsin y da 1, üstə gəlinsin z də 1 bərabərdir 18 olarsa, y də 1'i tapın. Yaxşı. Bizə verilən bunu elə bir ədədə bərabər etməliyəm ki, həmin ədəd 2'yə də bölünməlidir, 3'ə də bölünməlidir, 4'ə də bölünməlidir və ən kiçiyini götürəcəm. Hansı ədəddir o? 12'dir. Yəni, bunların hamısını mən 12K-ya bərabər edirəm. İndi biləcəksiniz nəyə görə 12K-ya bərabər etdim. Yəni, istəyirəm ki, bu 12K bilirəm ki, 2'yə də bölünür, 3'ə də bölünür, 4'ə də bölünür və ən kiçiyini götürürəm. İndi bir-bir bunları bərabərləşdir. 2x-i 12K-ya bərabərləşdirsəm, hər tərəf 2'yə ixtisar aparsam, burada 1, burada 6K qalır. Yəni, x bərabərdir 6K almış olacam. Bunu tapdıq. Sonra, indi 3y-i
12K'ya bərabər edirəm. Hər tərəfdə 3 ixtisar aparıram. Olacaq y bərabərdir 4K. Y-i də tapdıq. Sonra 4z-i 12K'ya bərabər edirəm. Yenə hər tərəfi 4-ə ixtisar aparıram. Burada 1, burada 3 qalır. Yəni z bərabərdir 3K. Bunu da tapdıq. Hamısını eyni hərfə gətirməliyəm ki, burada aparıb aşağıda verilən yerdə aparıb yerinə qoyum, tənliyi həll edə bilim. Qoyaq yerinə 1 bölünsün, x-in yerinə qoyuram 6K, üstəgəl 1 bölünsün, y-in yerinə qoyuram 4K, üstəgəl 1 bölünsün, z-in də yerinə qoyuram 3K. Bərabərdir 18-ə. İndi bunları ortaq məxrəc gətirək. Ortaq məxrəc nədir? 6-ya, 4-ə, 3-ə bölünən. Yəni bunların əkobunu tapırıq uşaqlar. Başqa yolda nədir? Ən böyük olanı götürürsünüz. Ən böyük burada 6-dır. 6 4-ə bölünmür, amma 3-ə bölünür. Yəni birinə bölünür, birinə bölünür. 6-nın üstünə bir dənə də 6 gəlin. 12. 12 4-ə də bölünür, 3-ə də bölünür, 6-ya da bölünür. Deməli bunların əkobu 12-dir. Bunu 12-yə gətirmək üçün 2-yə vuracam. Bunu 12-yə gətirmək üçün 3-ə vuracam. Bunu da 12-yə gətirmək üçün 4-ə vuracam. Olacaq birinci kəsrimiz 12K'da 2. Digər kəsrimiz 12K'da 3. Digəri də 12K'da 4. Bərabərdir 18-ə. Məxrəc olduğu kimi qalır 12K. Sürətlərini toplayıram. 2, 3, 4. Eləyəcək 9. Bərabərdir 18-ə. Uşaqlar hər tərəfdən 9-a ixtisar aparsaq, burada 1 qalar, burada 2 qalar. Olacaq deməli 1 bölünsün 12K bərabərdir 2-yə. Bu da məxrəci 1-dir. Çarpaz vursaq, 12K-nı 2-yə vursaq 24K bərabərdir. 1-i də 1-ə vuranda 1. Buradan da K bərabərdir 1 bölünsün 24-ə. K-nı tapdıq 1 böl 24. Bizdən nə soruşurdu? 1-in y-ə nisbətini soruşurdu. Gətirək qoyaq yerinə. İlk öncə y-i tapaq. Y bərabərdir 4 vurulsun. K-nın yerinə yazacağam mən. K-nı nə tapmışdıq aşağıda? 24-də 1. Yerinə yazacağım 24-də 1. 4-ə ixtisar gedəcək. Aşağıda 6 qalacaq, yuxarıda 1. Y-i tapdıq 6-da 1. Bizə isə y-in tərsini soruşur. Yəni 1-in y-ə. Bu da olacaq 6. Yəni y-in özü 6-da 1-dirsə, tərsi 6 olacaq. Cavab Y bəndi. Növbəti 15-ci suala baxaq. Deməli, bizə verilib 7, məxrəc 7-dir, sürət y-də x ədədi. Bir də digər ədədimiz də məxrəcə verib 7-də y, sürətdə də x. Biz anormal kəsirdir bu. Bunu birinci normal hala salaq, sonra bizdən verilənləri tətbiq edərik. İlk öncə yazaq. Deməli, sürətimiz x böl y-dir. Məxrəcə böləcəm bunu. Yəni, bunu bölmə əməlini yazacağım. Kəsir nə yazsam qarışıq görünür. Yəni, y-də x-i bölürəm 7-yə. Sürəti məxrəcə böldüm. Kəsir xəttin yerinə bölmə yazdım. Bu da nə deməkdir? Deməli, y-də x-i vuracam tərsinə 7-də 1-ə. Bu da bərabərdir. Məxrəc 7y. Sürətimiz isə x olur. Aha. Bunu normal hala gətirdik, daha bunu silək. Bizim normal halımız. İndi digər kəsrə normal hala salaq. Sürətimiz x-dir. X-i bölürəm məxrəcə. Məxrəcimiz 7-də y-dir. Deməli, x-i vuracam ikincinin tərsinə. Y-də 7-yə. Bunun məxrəci 1-dir, bunu bilirik. Məxrəcləri bir-birinə vuranda y, sürətləri də vuranda 7x. Bunu da normal hala gətirdim. İndi bizdən nə istəyir? Tətbiq edək. Bizə deyir ki, birinci bu kəsir, deyir ki, bu kəsrin neçə mislidir? Neçə mislini soruşursa, birincini böləcək ikinciyə. Yəni, 7y-də x-i bölürəm y-də 7x-a. Birinci kəsri olduğu kimi saxlayıram. Vururam ikincinin tərsinə. 7x da y-ə. İndi ixtisarlarımızı da aparaq buradan. X-lar getdi. 1 qaldı burada.
aşağıda 7 qaldı. Buradan y-lər getdi. Burada 1 qaldı. Aşağıda 7 qaldı. Deməli, aşağıda nə qaldı? 7 vur 7. Yuxarıda da qaldı 1 vur 1. Bu da eləyir 49'da 1. Y bəndi. 16-cı sualda iki düz xəttin kəsişməsindən alınan bucaqlar 5-in 7-yə nisbətində olarsa, kiçik bucağı tapın. 2 dənə düz xətt kəsişib. Bura olsun x, bura olsun y. Bilirik ki, bunlar olsa bunun qarşısına duran burada x olacaq. Y-in qarşısına duran da y olacaq. Da onlara ehtiyac yoxdur. Əsas bunları yazıq. X, bura y. Bütöv nə edir bura? 180 dərəcə eləyir. Yəni x üstəgəl y 180 dərəcəyə bərabərdir. Bunu da bir kənara qoyaq. Bizə deyir ki, bu bucaqlar 5-in 7-yə nisbətindədir. Yəni mən buna 5k verəcəm. Buna da 7k verəcəm. 5-in 7 nisbətindədirsə, birinə 5k, digərinə 7k verdik. Gətirə qoyaq yerinə aşağıda. 5k üstəgəl 7k bərabərdir 180 dərəcəyə. Toplayanda 12k bərabərdir 180 dərəcəyə. Hər tərəfi 12'yə ixtisar aparsam, 12'lər getdi burada k. 180'i də 12'yə böləndə 15 eləyir. K'nı tapdıq 15. Bizdən kiçik bucağı soruşur. İndi burada yerinə qoyaq hələ. K'nı 15 tapdıq. Burada yerinə qoysaq 5 vur 15 eləyir 75 dərəcə. Burada da yerinə qoysaq 7 vur 15 105 dərəcə. Yəni bir bucağımız 75'dir, o bir bucağımız 105'dir. Bizdən kiçik bucağı soruşur. Ona görə 75'i götürürük C bəndi.